birinci sinifə gedirdi. Valideynləri qeyd edirdilər ki, Aynur ev tapşırıqlarını yerinə yetirməkdən imtina edir, dərsdə müəllimə qulaq asmaq istəmir, daha çox çizgi filmlərə baxmaq, oyun oynamaq istədiyini bildirir. Bundan əlavə sinif müəllimi qeyd edirdi ki, dərslərdə sakitdir. Dərsə marağı olsa belə, dərsin bitməsini səbirsizliklə gözləyir. Yazı yazarkən qolunun yorulduğunda şikayət edir, köçürmə bacarığının normaldan bir qədər zəif olduğunu da qeyd edirdi. Tənəffüslərdə sinif yoldaşları ilə ara sıra söhbət etsə də, kiçik mübahisələr də tənəffüsdə olunmuşdur. Hiperaktivlik və ya davranış pozuntusu əlamətləri özünü göstərməmişdir. Daha sonra müəyyən edildi ki, valideynlərinin övladları olmadığına görə 16 ildən sonra Aynuru 3 aylığından övladlığa götürmüşdülər və Aynurun bu məsələ haqqında heç bir məlumatı yoxdur. Danışıqlardan məlum oldu ki, ailə onun hər istədiyini yerinə yetirmiş, nəticədə ərköyün bir uşağa çevrilmişdir. Hətta söhbət əsnasında Aynurun atası qeyd etdi ki, anası onun özünə qulluq vərdişlərinin zəif olmasına səbəbkardır. Aynurun yemək yeməsi üçün ana yeməyi o cizgi filminə baxdığı zaman yedizdirir, özünə qulluq vərdişlərinin sərbəst mənimsəməməsinə şərait yaratmışdır. Məktəbəqədər hazırlıq dərslərində birinci sinifdə olduğu kimi maraq göstərməmişdir. Valideynlər qızlarında müəyyən həvəs cəhləri uğurlu olmamış, onlarda uşağın üstünə çox düşməmiş. Birinci sinif başlayanda bu problemin aradan qalxacağını düşünmüşlər, ancaq düşündükləri kimi olmamışdır. Bu vəziyyət onları daha çox narahat etmiş və Aynura qarşı davranışlarında bəzi dəyişikliklər özünü göstərmişdir. Onlar birdən-birə daha tələskar olmağa, qızları dərslərə qarşı etinasız yanaşdıqda onu təmbin etməyə başlamışdılar. Bu isə Aynurun dərslərində müəyyən irəliləyiş etməyinə səbəb olsa da, yenə də sinif yoldaşlarının bir çox ilə müqayisədə təlimdə geri qalma və dərsdə marağın olmaması halları ilə psixoloqa müraciət səbəb olmuşdur. Burada uşağın bu şəkildə düşməyə birinci səbəbkarı valideynlər olur. Çünki burada da qeyd edir ki, hiperaktivlik və ya davranış pozuntusu əlamətləri uşaqda özünü göstərməyir. Uşaq normal bir uşaqdır, normal heç bir psixolojik problemi yoxdur. Uşağın sadəcə belə olmağı atanın da qeyd etdiyi kimi, ana öz məsuliyyətini öz üstünə yükləməyib, özünə qulluğu, yeməyini, özünə aid 6 yaşlı uşağın görə biləcəyi işləri anası görüb. Buna görə uşaqda ərköyünlük halları baş verib, dərslərə də həvəsi yoxdur. Burada onu da qeyd etmişdir ki, uşaq tələb ediblər müəyyən bir vaxtdan sonra. Uşaqda dərslərin haradasa biraz düzəlib, amma tam öz əksini tapmayıb. Burada da biz belə düşündük ki, qrup olaraq uşağın öz üstünə, 6 yaşlı uşağın görə biləcəyi işləri, məsuliyyəti öz üstünə bıraxsaq, onda əvvəllər çətin olacaq. Çünki görməyik bu uşaq bu işləri. Müəyyən zaman kəsiyindən sonra uğur qazanacaq. Dərslərində də yenə burada belə bir şey də var ki, uşaq götürülmə uşaq olduğunu da bilmir. Bunu da məhv eləyən, qoruyub saxlamaq lazımdır. Çok sağ olun. Teşekkürler.